Salam, mən Murad, həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 24-cü dərsidir. Onu qeyd etmək istəyirəm ki, onlayn şahmat dərsləri keçirilir Rus və Azərbaycan dillərində. Aşağıdakı nömrə ilə də əlaqə saxlaya bilərsiniz dərslər üçün. Deməli, bu günlərim biz qaraların, daha doğrusu ağların E4 gedişinə necə oynamaq lazımdır, daha doğrusu Nimçoviç debütunu göstərmək istəyirəm. Çünki adətən çox şahmatçı Y4 gedişinə Y5 ilə cavab verir. Mən də sizə alternativ bir variant təklif edirəm və Nimçov müdafiəsindəki bir tələdən göstərəcəm. Ağlara tətbiq olunan tələdən. Deməli, Nimçov gedişi C6-dan başlayır, at C6 oynayır qaralar. Ondan sonra adətən ağlar D4 oynayır, çünki mərkəzi zəbt eləyirlər. Yəni F5, Y5, D5, C5 bu xanaları kontrol eləyirlər bu piyadalarla. Biz isə burada oynayırıq Y5. Y5 oynadıqdan sonra qaralar burada piyadaları dəyişməyib hücuma, pressinqə başlayırlar. Daha çox xana zəbt edirlər. Artıq Y6 xanasından da qaralar bir şey eləyə bilmir və C6 xanasını da piyada ilə zəbt edirlər. Ona görə biz öz atımızdan Y7-yə qaçırıq. At Y7 oynayırıq. Burada da mərkəzi daha da gücləndirmək üçün ağlar oynayır. Deməli C4. C4 oynadan sonra biz at J6 oynayırıq. Əlbəttə ki, şahmatı bilənlər, yəni bilər ki, debütdə bir fiqurla bir neçə dəfə oynamaq yaxşı bir şey deyil, yaxşı bir əlamət deyil. Amma burada baxsaq, biz görürük ki, ağlarda da zəif nöqtələr var. Misal üçün, qara xanaları zəifdir. Misal üçün, biz burada artıq öz qara damalı filimizi inkişaf edə bilərik. Yəni, bu da ağların zəif nöqtəsidir. Burada deməli, ağlar çalışırlar fiqurlarını inkişaf elətdirsinlər. At C3 oynayırlar və biz də oynayırıq burada fil C5. Fil C5 artıq gedişi ilə görürük ki, F2-dəki piyadaya hücum eləməyə çalışırıq. Deməli, F2 piyadasına hücum eləyirik. Deməli, burada ağlar da öz fiqurlarını çalışırlar inkişaf eləsinlər. Fili D3-ə çıxardırlar ki, sonra atlarını inkişaf elətdirsinlər. Biz isə burada oynayırıq at F6. At F6 gedişindən sonra ağlar əgər Y2 oynasa, burada tələyə düşürlər. Amma F3 oynasalar, yəni bilin ki, burada artıq tələdən ağlar qaçmış olur. Yəni ona görə də bu hər iki variantı oynaya bilərsiniz. Əgər siz ağlarla oynayırsınızsa, deməli, biz burada at Y2 gedişinə baxacağıq. Likestdə 50 mindən çox Y2, at Y2 gedişi eləyən partiya var və bu da əlbəttə ki, tələyə aparır. Burada tələyə dediyim kimi F2 piyadasına fillə artıq biz hücum edirik. Biz burada deməli F2 piyadasına hücumumuzu artırmaq üçün oynayırıq at J4. Artıq F2-dəki piyadanı qorumaq lazımdır. Nə vəzirlə, nə fillə, nə bir şeylə qorumaq olmur. Ona görə də burada ağlar məcbur olurlar qala qurma eləsinlər. Amma bu daha böyük bir səhvdir. Çünki biz burada vəzir H4 oynayırıq. Vəzir H4 gedişindən sonra görürük ki, biz həm F2-dəki, həm də H2-dəki piyadaya hücum edirik. H2-dən ümumiyyətlə mat qoyuruq. Yəni, misal üçün, qaralar vəzirlə F2-dəki piyadanı qorumağa çalışsınlar. Daha doğrusu ağlar. Biz deməli H2-dən mat qoyuruq. Yox, əgər görsələr ki, H2-dən mat oynayırıq, burada H3 oynayırlar. Amma biz burada yenə də hücumumuzun tempini yavaşlatdırmırıq. Biz F2-ni vururuq. F2 vurduqdan sonra görürük ki, biz vəzirin üstünə hücum eləmişik. Əgər burada qaralar, daha doğrusu ağlar vəzirini qaçırsalar, burada gözəl iki gedişli mat var. Biz deməli H3-dəki piyadanı vururuq, açıq şah veririk. Şah H2-yə və yaxud H1-ə qaçdıqdan sonra bir daha şah veririk. Artıq şah J1-ə getdikdən sonra vəzirlə H1-dən mat qoyuruq. Deməli, bu bir variant. Yox, əgər ağlar
Görsələr ki, vəziri qaçsalar uduzurlar. Burada artıq onlar məcbur olurlar ki, keyfiyyətini versinlər. Artıq bu vəziyyətdə də bizim keyfiyyət üstünlüyümüz olduğuna görə oyunu asanlıqla uduruq. Ona görə Nimçoviç variantını, Nimçoviç müdafiəsini istifadə edə bilərsiniz. Yəni tam gözə çarpan bir gediş deyil burada. At Y2 oynayıb, yəni çox şahmatçı buna fikir verməz ki, at Y2 səhv bir gedişdir. Ona görə oynaya bilərsiniz. Yəni dediyim kimi Likesdə 50 mindən çox oyun olub ki, Nimçoviç müdafiəsinə at Y2 gediş eləyib və bu tələyə düşüblər. Ona görə də bu resepti istifadə edə bilərsiniz oyunlarınızda. Bu dərsi bu qədər. Gələn dərsə görüşənədək.